Müəllimin ancaq pul qazanmağın bir yolu var, uşaq hazırlaşdırmalıdır, tələbə. Tələbə yaxşı, güclü müəllim, tələbə hazırlaşdırır, əlavə pul qazanır. Metodikası, yaxşı metodikası, strategiyası olan müəllim tələbə hazırlaşdırıb pul qazana bilər. Aydındır. Uşaq hazırlaşdırmaqdan ötürü də ki, səbir lazımdır. Hər adamın da səbri yoxdur. Sən gərək elə güclü müəllim olasan ki, sənin müştərilərin ola, klient cəlb eləmək, o da bir siyasətdir. İndi hər müəllimin elə bacarığı yoxdur. Məsəl üçün, pəhlivanlarda adam var ki, bacarıqlı pəhlivandır, amma bir pox səbətə qoya bilmir. Yerində qalıb buqsabatdır. Nə danışıq qabiliyyəti var, nə bir bacarığı var, amma danışmağı bacarmır. O verbovkanı bacarmır, insanları özünə cəlb etməyə bacarmır. Yəni, tək savad deyil. Sən gərəm, amma mən adam tanıyıram, müəllim. Bax, Allaha and olsun, müəllim tanıyıram, elə də güclü savadı yoxdur. Düzdür, örgədir. Məsəl üçün, 10 tələbəsindən 5-i girir instituta. Örgədir, amma elə də güclü örgətmə şeyi yoxdur, strategiyası yoxdur. Amma digər nə qədər tələbəsi var, güclü reklamı var, başa düşdün? Yəni, onun bacarığı var, o kişinin bacarığı var, onu eləyir. Amma bütün müəllimlər onu bacarmır da, o da var. Çünki hər adamın sahəsi müəllim olmaq deyil. Müəllim peşəsində ola bilərsən, amma sən əslində müəllim olmalı deyilsən. Məsəl üçün, sən əslində olmalısan taksi şoförü, avtobus şoförü, nə bilib olmalısan makler, olmalısan kosmonavt, gəlib müəllim olmuşsan. Müəllim o şəxsdir ki, müəllimlik eləyə, əlavə olaraq müəllimlikdən də caq-cuk eləyib pul qazanırsa, o deməli gözəl müəllimdir, bacarığı var. Yox, əgər sən müəllimsənsə, tələbə hazırlaşdıra bilmirsən, gət deyirsən səbrim yoxdur, gət deyirsən mənim yanıma gələn yoxdur, deməli sən bacarıqsızsan, bu sənin işin deyil, get başqa işlə məşğul ol.